versinlər, evimizi versinlər. Günümüz bir qalmışıq ki, palatka quraq gələk uşaqlarımızı bura salaq. Xahiş edirəm, yalvarırıq. 4 il bizi Allahdılar gedin məhkəmələrə. 5 ildir məhkəmələr də qurtarıbdır. Bizim pulumuzu verin, evimizi verin. Benim bir müraciyətim də var. Biz Azərbaycanlıyıq. Bugün Çərşənbə akşamı bizim prezidentimiz var. Bəli. O bizim dövlət başçısıdır Azərbaycanın. Bizim dini rəhbərimiz də var. Kimdir? Allahşükür Paşazadə. Onun o Təzəpir ətrafında bizim bir obyektimiz var. Orada cemaat aldanılır. Mən təklif eləyirəm. Bu günləri gedin Təzəpir meçidinə biz xahiş eləyik, müraciət eləyik. Bizim dini rəhbərimiz bizi qəbul etsin. Bu bayram günündə mənə elə gəlir ki, kimsə bizi qəbul eləyər, o orada olmasa da və biz xahiş eləyik, bəlkə o bizə dəstək olar və bizimlə prezident arasında olan informasiya blokadasını elə bir ki, ləğv eləyər. Bir sıkım var məndə, burada